Salam, hər vaxtınız xeyir əziz şagirdlər. Mən ingilis dili müəllimi Farid Şablı, Eylər Akademiyanın ingilis dili müəllimiyəm. Bildiyiniz kimi Eylər Akademiyada növbəti buraxılış sınaq imtahanı keçirildi. Bugün 10-cu sinif üzrə onun izahını verəcəm. İlk öncə dinləmə mətnimizə baxaq. Deməli, smoking is a common habit in many parts of the world, but it's one of the most dangerous things a person can do to their body. Yəni, siqaret geniş yayılmış, dünyada geniş yayılmış bir vərdişdir, amma bu insanın özünə edə biləcəyi, bədəninə edə biləcəyi ən təhlükəli şeylərdən biridir, deyir. Many people start smoking when they are young because they want to look cool or because their friends smoke. Deyir, əksər insanlar siqaret çəkməyə başlayırlar gənc olanda. Çünki onlar cool görsənmək istəyirlər və yaxud da dostları ətrafı siqaret çəkir deyə başlayırlar. Qısaca, mətnimiz zərərli vərdişlərdən biri siqaret çəkmək haqqındadır. Birinci suala baxaq. Suala deyir, düzgün cavabı seçək mətndə. Why do many people start smoking? Niyə əksər insanlar siqaret çəkməyə başlayır? Bunu elə indi oxuduq. Niyə əksər insanlar siqaret çəkməyə başlayır? Bax, burada deyir, many people start smoking when they are young because they want to look cool or because their friends smoke. Ya dostları siqaret çəkir deyə, ya da cool görünmək istəyirlər deyə. Yəni, burada cavabımız olacaq because they want to look cool bəbəndi. Mətnin haqqında dedik, smoking and its benefits'dir. Benefits faydalar deməkdir. Onun faydalarından danışmırıq. The ingredient in cigarette, sigaretin tərkib hissələri, bu da deyil, mətnimiz bunun haqqında deyil. The countries that have banned smoking, sigareti qadağan edən ölkələr deyil. A common habit and its disadvantage. Ümumi bir, geniş yayılmış bir vərdiş və onun mənfi cəhətləri ki, sigaret elə geniş yayılmış bir vərdiş idi. Üçüncü suala baxaq. Cigarette also contain many toxic chemicals that damage. Yəni, sigaret həmçinin çoxlu zərərli, zəhərli kimyəvi maddələr özündə birləşdirir ki, hansı ki, onlar da zərər vurur, hansı orqanlara deyir. Baxaq görək bu mətndə necə verilibdir. Deməli, bax, bu cümlədir. Cigarettes also contain many toxic chemicals that damage lungs, ağciyərlər, heart, ürək, bir də blood vessels, bir də qan damarlarına zərər vurur. Baxa görə hansı iki dənəsi verilibdir mətndə, daha doğrusu sualda. Lungs, bir də blood vessels, burada head ilə ice yazılıbdır. Bu deyil, bu mətndə deyilmir. Cavabımız olur Y bəndi 2-4. Dördüncü sualda true false istəyir, baxaq. Smokers have a higher risk of getting cancer, yəni siqaret çəkənlərin xərçəngə tutulma riski çox böyükdür deyir. Baxaq görə mətndə bunun haqqında varmı məlumat? Baxın, burada deyir. Because of this, smokers often have coughing, trouble breathing and higher risk of disease like cancer. Deməli, bu düzdür. Birinciyə true götürəcəyik. Yəni 1A. Buradan işarə eləyək. 2-də smoking is also cheap deyir. Yəni siqaret həmçinin ucuzdur. Baxaq görə mətndə nə deyir? Deməli, smoking is also expensive deyir. Tam əksini deyir. Həmçinin deyir siqaret bahalıdır. O zaman 1A adı, 2-yə B'dir. False yəni. 1A, 2B. Second-hand smoke can hurt children and pregnant women. Yəni, siqaretin tüstüsü, second-hand smoke, yəni siqaret çəkən adamın ətrafındakı insanlar, özü çəkməyən, sadəcə onun ətrafında olan insanlar, insanlara hardly nota bərabərdir. Uşaqlara və hamilə qadınlara zərər vurmur, deyir. Amma bu yəqin ki, səhv olacaq. Baxaq görək, mətndə bunun haqqında nə deyir? Hardly var orada. Mətndə amma deyir, second hand smoke can hurt deyir, hardly demir, yəni zərər vurur. O zaman bu da səhvdir. Yəni 1 düz idi, 2, 3 false idi. Nicotine is a very addictive substance, yəni nikotin çox
alüdəçilik yaradan, addiktiv alüdəçilik yaradan bir maddədir. Baxaq görək mətndə bunu deyirmi? Nikotin. Baxaq görək hardaydı? Bax, burada deyir, cigarettes contain nicotine, which is very addictive substance. Yəni, çox alüdəçilik yaradan bir maddə hesab olunur. O zaman 4 true olacaq. Burada cavabımız nədir? 1 true, 2-3 false idi, 4 true idi. Keçirik qısa mətnlərə. Birinci qısa mətnimizi tərcümə eləyək. Dear customers, əziz müştərilər, our bookstore which provides service to you every day of the week will not operate next Sunday due to repairs. Deyir ki, bizim kitab mağazamız, hansı ki sizə həftənin bütün günü xidmət verir, növbəti bazar günü təmirə görə işləməyəcək. After the repair is completed, yəni təmir bitdikdən sonra, our comfortable tables where you can have tea or coffee will be available for use. Yəni, təmir bitdikdən sonra bizim rahat stollarımız, sizin yəni çay və kofe içə biləcəyiniz rahat stollarımız istifadəyə uyğun olacaq. Thank you for your patience, səbriniz üçün təşəkkür edirik. Sincerely Store Management, səmimi qəlbdən mağaza rəhbərliyi. Baxa görək mətnə görə düz olan hansıdır? The bookstore is normally closed on weekends. Yəni, deyir ki, kitab mağazası normal olaraq həftə sonları bağlı olur, amma burada deyir ki, həftənin bütün günü sizə xidmət veririk. Sadəcə növbəti bazar işləməyəcəyik. Bu səhv. After the repairs, customers will be able to eat in the store. Yəni, təmirdən sonra müştərilər mağazada yemək yiyəcək. Amma burada deyir ki, sadəcə çay və kofe içə biləcəksiniz. There will be discount at the bookstore next Sunday. Növbəti bazar kitab mağazasında indirim olacaq. Belə bir şey demir mətndə. Comfortable tables will be available after the repairs. Təmirdən sonra rahat stollar əl çatan olacaq. Yəni istifadəyə veriləcək. Burada cavabımız D bəndidir. 6-da Hello Ali, I called you but you didn't answer the phone. Salam Ali deyir. Mən sənə zəng elədim, amma sən telefona cavab vermədin. I wanted to say that I have a ticket for the football match on Friday. Mənim 5-ci gün üçün futbol maçına bir biletim var. Sənə bunu demək istəyirdim. Unfortunately, I won't be able to go. Təəssüf ki, mən gedə bilməyəcəm. If you want, I can give it to you. Əgər istəsən, onu sənə verə bilərəm. I would appreciate if you could get back to me as soon as possible. Mən məmnun olaram, əgər mümkün olduğu qədər tez mənə geri dönüş eləsən, cavab versən. Your friend Fərid. Dostum Fərid. Deməli, Fəridin bileti var əlində oyuna. Amma özü gedə bilmir. Aliyə vermək istəyir onu. Soruşur ki, sən gedə bilərsənmi ora? Getmək istəyirsənmi? Baxaq görə variantlarda. Ali won't be able to go to the football match on Friday. Ali 5-ci gün futbol maçına gedə bilməyəcək. Bunu məktubu yazan Ali deyildi, Fərid idi. Fərid gedə bilməyəcək. Aliyə təklif edir. Əlinin gedib ya getməyəcəyini mətndə bilmirik. The football match will take place at the weekend. Futbol oyunu həftə sonu keçiriləcək. Həftə sonu deyəndə uşaqlar 6 və bazar günü nəzərdə tutulur, amma oyun 5-ci gündür. Bu səhvdir. Fərid wants to give his tickets to his friend. Fərid bileti dostuna vermək istəyir. Bu düzdür. Çünki məktubu yazan Fərid idi, Aliyə vermək istəyirdi bileti. C bəndini düzgün götürəcəyik. 7-də. Attention, diqqət, the new film will be shown at Central Cinema on Saturday. Yəni, yeni film mərkəzi sinemada, mərkəzi kinoteatrda 6-cı gün göstəriləcək deyir. Tickets are on sale at a discounted prices, yəni price biletlər endirimli qiymətə satışda olacaq. Don't miss the opportunity, yəni bu imkanı qaçırtma. What is the purpose of the text? Deyir ki, mətnin, daha doğrusu bu verilmiş məlumatın məqsədi nədən ibarətdir? To describe the characters of the new film, yeni filmin xarakterlərini, personajlarını təsvir eləmək, xeyr. To encourage people to watch the new film, yəni insanları yeni filmə baxmağa həvəsləndirmək. Bu, hər hansısa bir kinoteatrın reklamıdır. Təbii ki, bu reklamda endirimli qiymətli, nə bilim, harda olacaq filan deyir. Yəni, burada məqsəd nədən ibarət ola bilər?
insanları filmə baxmağa çağırmaq da, həvəsləndirmək. Burada B bəndimiz düzgündür. To inform about ticket prices, yəni biletlərin qiyməti haqqında məlumat vermək deyil. To advertise central cinema, mərkəzi sinemanı reklam eləmək deyil. To advise people to watch a movie at home, insanlara filmə evdə baxmağa məsləhət görmək. Xeyr, kinoteatrda deyir, gəlin baxın. Böyük mətnimizə baxaq. The Maya civilization was one of the most remarkable ancient cultures in the Americas. Yəni Maya mədəniyyəti ən önəmli, ən görkəmli qədim mədəniyyətlər, Amerikada yerləşən qədim mədəniyyətlərdən biridir. It developed across modern day Mexico, Guatemala, Belize, Honduras and El Salvador. Yəni bu ərazilərdə yayılıb, inkişaf edib. The Maya built impressive stone cities filled with tall temples, pyramids and ceremonial plazas. Yəni Mayalar təsirli daşdan şəhərlər, yəni görkəmli şəhərlər tikiblər, hansı ki məbədlərlə, piramidalarla və yaxud da mərasim zalları ilə dolu olan daş şəhərlər tikiblər. Deməli, qısaca bizim mətnimiz Maya sivilizasiyası haqqındadır. Birinci suala baxıram. Yəni 8-ci suala mətnin. What does a Maya calendar system show? Mayaların kalendar sistemi nəyi göstərir? Baxaq görək bunun haqqında mətn nə deyir. Their calendar system was extremely accurate. Yəni onların kalendar sistemi olduqca dəqiq idi. Showing their deep understanding of the stars and planets. Yəni onların ulduzları və planetləri dərin şəkildə anladığını göstərir. Ulduzları və planetləri dərin şəkildə anladığını göstərir. It shows that they were very strong farmers. O göstərir ki, onlar çox güclü fermerdirlər. Deyil. It shows that they had a deep understanding of celestial bodies. Celestial bodies göy cisimləri deməkdir. O göstərir ki, onlar göy cisimlərini dərin şəkildə anlayırlar. Ulduzlar və planetlər göy cismi olduğu üçün B bəndi düzdür. Architectural knowledge, tikinti biliklərini, memarlıq bilikləri deyil. It shows that they had writing skills, yazı bacarıqlarını deyil. They had a deep understanding of the trade, ticarəti dərindən anladığını deyil. 9-cu sual mətnimiz nə haqqındadır? Sonra mətnə görə düzgün olanı seçin deyir. Correct statement. The Maya were unable to preserve their traditions. Yəni Mayalar öz ənənələrini qoruya bilməyiblər, qorumaqda uğursuz olublar. Amma burada sonuncu hissəyə baxsaq, they continue to preserve their ancient language, traditions and beliefs. Yəni onlar öz qədim dilini, ənənələrini və inanclarını qorumağa davam edirlər deyir. Bu səhv. The Maya were almost never engaged in agriculture. To be engaged in nəyinəsə məşğul olmaqdır. Deyir, Mayalar heç vaxt kənd təsərrüfatı ilə, agriculture, kənd təsərrüfatıdır, məşğul olmayıblar. Bax, burada deyir ki, agriculture played a key role in Maya society. Yəni, kənd təsərrüfatı Maya cəmiyyətində çox önəmli bir rola sahibdir. O zaman məşğul olublar da. Sonra, C bəndində. Maya used a very simple writing system. Yəni, Mayalar çox sadə yazı sistemindən istifadə edirdilər. Bu da təbii ki, səhvdir. Çünki burada deyir ki, they created a complex writing system. Onlar mürəkkəb bir yazı sistemi yaratmışdılar. D-də, the Maya never used the concept of zero. Yəni, Mayalar heç vaxt sıfır konseptindən, sıfır rəqəmindən istifadə eləməyiblər. Amma biz mətndə görürük ki, deməli, the Maya were also excellent mathematicians and used the concept of zero long before another civilization. Yəni, Mayalar çox mükəmməl, yaxşı riyaziyyatçı idilər və onlar sıfır rəqəmindən digər mədəniyyətlərdən daha öncə istifadə eləmişdilər. Y-də də pyramids also exist in the Maya culture. Yəni, piramidalar Maya mədəniyyətində də mövcuddur ki, yəni Misirdə təkcə mövcud deyil. Çünki burada deyir ki, onlar həm də daşdan tikdiyi şəhərləri piramidalarla, mərasim zalları ilə, məbədlərlə doldurmuşdular. Deməli, Mayada, Maya mədəniyyətində piramida mövcuddur. Cavabımız olur orada nə? 8, 9-da Y bəndi.
10-cu suala baxaq. A sualın cavabı yoxdur deyir. Why were many Maya cities abandoned? Abandoned tərk etmək deməkdir. Niyə əksər Maya şəhərləri tərk olunub deyir. Bax, burada deyir ki, also many Maya cities were later abandoned. Yəni, baxmayaraq ki, əksər Maya şəhərləri sonradan tərk olunubdur. Their descendants still live in Central America today. Onların nəsli, nümayəndələri Mərkəzi Amerikada bu gün də yaşayırlar. Deməli, başqa bir yerdə də bunun haqqında məlumat yoxdur. Niyə tərk olunubdur? Başqa da mətndə heç bir şey demir. Onu biz də bilmirik. Cavabımız burada elə A bəndidir. A bəndinin cavabı yoxdur mətndə. 11-də mətnimiz nə haqqındaydı? Dedik, qədim bir mədəniyyətlərdən biri haqqındadır. One of the oldest writing system, yazı sistemi. Qədim yazı sistemlərindən biri. One of the most ancient civilization, ən qədim mədəniyyətlərdən biri. Bu düzdür. Pyramids made by the Maya, Mayalılar tərəfindən tikilmiş piramidalar deyil. One of the most archaeological sites, ən məşhur arxeoloji yerlərdən biri. Biz burada təkcə Mayalıların yaşadığı yerdən danışmamışıq. Çünki onların mədəniyyətləri, bilikləri, qısaca biz Maya mədəniyyətindən danışmışıq. Ona görə bu D bəndi düz deyil. One of the most complex languages, ən mürəkkəb dillərdən biri. Dediyimiz kimi təkcə dildən də danışmamışıq. Tam əhatə eləyən B bəndidir. 12 açıq sualımıza baxaq. Maya had poor mathematical skills, yəni Mayalıların çox zəif riyazi bacarıqları var idi. Bu səhvdir. Çünki biz bayaq orada dedik ki, Mayalılar çox güclü riyaziyyatçı idilər. Baxın burada deyir. Bu səhvdir. The descendant of the Maya still live on, yəni Mayalıların nəsli, şəcərəsi, nümayəndələri hələ də yaşayır. Bax, their descendants still live in Central America today. 2 düzdür. The Maya calendar was inaccurate. Accurate dəqiq deməkdir, inaccurate qeyri-dəqiq. Mayalıların kalendarı, kalendar sistemi qeyri-dəqiqdir deyir. Amma onların çox was extremely accurate, çox dəqiq bir kalendar sistemi var idi. Bu səhvdir. The Maya had a complicated writing system. Complicated, kompleksin sinonimidir. Yəni Mayalıların mürəkkəb yazı sistemi var. Bu düz idi də. Complex writing system deyirdi. 2-4'dür burada. Qrammatika sualları ilə davam eləyək. Passive voice deyir birinci cümlədə. Brother-in-law, sister-in-law. Biz bilirik ki, bu sözlər yəli hala həmişə sonuncu sözün apostrof S olaraq düşməsi ilə yaranır. Əgər cəm artırmaq istəsək, bu sözü artıracaq. Ona görə 1 A bəndi səhvdir. Woman sözü kökdən dəyişib cəmlərin isimdir və o isimlər hamısı yəli hala apostrof S-lə düşür. My friend has found a nice cat deyir. Fikir verin, cümlədə başqa xəbər yoxdur. Buradakı apostrof S has'dir. Found da find'ın participle to'sudur. Yəni apostrof S-dən sonra participle to gəlib. Alice cleaned room was very nice deyir. Bax, burada was varsa bu cümlənin xəbəridir. O zaman apostrof S-in xəbər olmağına ehtiyac yoxdur. Apostrof S burada yəli hal olur. Deyə bilərsiniz ki, bəs burada da apostrof S-dən sonra participle to gəlib. Bəli, apostrof S-dən sonra participle to gələ bilər. Elə harda mən participle to gördüm, o demək deyil, o yəli hal deyil. Participle to feili sifət cümlədə təyin ola bilər. Hər hansısa bir təyini apostrof S-lə ismin arasına verirəmsə, orada heç bir problem yoxdur. Əgər cümlədə başqa xəbər də varsa, burada Alice room nədir? Alice'in otağı. Clean room nədir? Təmizlənmiş otağı. Tamamilə düzgün yəli haldır. Y bəndində də apostrof S-dən sonra artikel gəlibdir. Biz bilirik ki, yəli haldan sonra heç vaxt artikel gəlməz. Gəlirsə o yəli hal deyil. Cümlədə də başqa xəbər yoxdur. O is olacaq. 14-cü suala baxaq. You will be punished for. So-dan sonra kəmiyyət göstəriciləri mövzusudur. Much verə bilərəm. Muchdan sonra sayılmayan isim gəlir. Habit sayılan cəm isimdir. Such-dan sonra kəmiyyət göstəricisi gəlməsə, sifət sonra isim gəlir. Sifət gəlib, sonra isim gəlib, bu düzdür. So-dan sonra sifət zərf gəlir, heç vaxt isim gəlmir, əgər kəmiyyət göstəricisi qoymasam. Burada da kəmiyyət göstəricisi yoxdur, yəni many, much, few, little yoxdur. O zaman isim qoya bilmərəm, so-dan sonra isim olmaz. If you-dan sonra yalnız cəm isim gəlir, bunu çıxarıq. A lot deyə, a lot bad habits olmur, a lot-dan sonra isim gəlməz, a lot of olardı burada. A lot zərfdir bildiyiniz kimi, isimdən işlənmir. Burada cavabımız B bəndidir. Davam edirik.
15-ci sual bu it apostrof s-lə itsin fərqi. Demişik ki, it apostrof s bərabərdir it is. Buradakı it mübtədadır. Is də xəbərdir. O zaman bunun cümlədə yeri haradır? Cümlənin əvvəli. Çünki cümlədə mübtada və xəbər qoyursan. Əvvəli. Mən bilirəm ki, bura it is qoyacam. Yəni it apostrof s qoyacam. Çünki cümlənin əvvəlidir. İkinci tərəfdə, əgər isim varsa, mütləq aslı gəli əvəzli bu it bitişi yazılan itin müstəqil forması işlənmir. Bu həmişə isimlə işlənməlidir. İsim gördünsə artıq birbaşa olaraq bitişi yazılan iti qoymalısan. Cavabımız olur burada B bəndi. 16-cı sualda Ted has visited most countries in Western Europe deyir. Burada mostun qabağına mostlar da gördünsə onun qabağına Z qoya bilməzsən. Biz bilirik ki, most həm də nə olur? Əvəzli olur. Özündən sonra birbaşa isim gəlirsə bu əksər mənasını verəcək. Artıq bu sifətin üstünlük dərəcəsi deyil. Sən sifətin üstünlük dərəcəsindən danışırsansa mostdan sonra sifət qoymalısan. Hani burada sifət yoxdur? Deməli, most burada üstünlük dərəcəsini göstərmir. O zaman mostdan sonra birbaşa isim gəlirsə artikl olmaz. Və Western Europe deyirəm, cəhətlərdən sonra birbaşa yer adı qoyursansa, onlar təyin edici olur cümlədə və Western-də West-in sifət formasıdır. Burada artikl olmayacaq, birbaşa yer adı gəlirsə artikl yoxdur deməkdir. Cavabımız olur Y bəndi. 17-də. Deməli, bu yaxşı sualdır, diqqət edirik. Bax, become link verb'dur. Link verb bağlayıcı feil deməkdir. Sifət zərfdən bilirsiniz bunu. Bağlayıcı feillər özlərindən sonra həmişə nə istəyir? Sifət istəyir. Burada şagirdlər bəzən çaşırlar. Nədən? Gətirib bura sifət qoyurlar. Da düşünmürlər ki, sifəti zaten testdə vermişəm. Də ən şəxs nədir? Narahat. Nədir bu? Sifət deyil, sifətdir. Bəs yaxşı, mən bu sifətin özün təyin eləsəm, o zaman gərək bunun qabağına bir dənə zərf qoyam. Niyə? Çünki sifət nə ilə təyin olunur? Zərflə təyin olunur. Zərf həm hərəkəti təyin edir, həm zərfin özünü təyin edir, həm də sifəti təyin edir. Sifət heç vaxt sifətlə təyin oluna bilməz. O zaman mən birinci tərəfə zərf qoymalıyam. Keçirəm ikinci tərəfə baxıram. Behave davranmaq deməkdir. Davranmaq da normal feillərdən biridir. Biz feildən sonra, yəni feili təyin eləmək üçün nədən istifadə eləməliyik? Yenə zərfdən istifadə eləməliyik. Hər iki tərəfdə zərf olmalıdır. Cavabımız olur B bəndi. 18. During the excursion, every tourist tried to climb. Zəm varsa cümlədə müqayisə olmalıdır. Müqayisə dərəcəsi burada var. B, D, Y-də. Önəmli bir qeyd nədir? Biz bilirik ki, highly, hardly, nearly, lately kimi zərflər heç vaxt dərəcəyə düşmürlər. Yəni, onlar həmişə adi dərəcədə olur. More, highly deyə bir şey yoxdur. Və high sifəti həm də zərfi, high həm sifəti həm də zərfi bildiyiniz kimi. Dərəcəyə düşəndə bu tək hecalı olduğu üçün qətiyyən bunu more-la gətirib dərəcəyə sağa bilməzsən. Tək hecalı sifətləri və zərfləri R-lə salmalıyıq, şəkilçi ilə salmalıyıq. Azərbaycan dilində desək R-lə. Cavabımız olur burada nə? Y bəndi. Devam edirik. 19-cu sual. That the old fisherman to the river again to catch some fish for his family and the goldfish. Zaman testidir. Burada önəmli məqam nədir? Bax, burada and bağlayıcısı verilib. Əgər and bağlayıcısı ilə, and bağlayıcısından sonra boşluq hissə görürsənsə və ora xəbər qoymalısansa, o xəbər, bu da xəbər, burada xəbər qoyuruq. Bilirik ki, zamana görə dəyişən cümlə üzvü xəbər. And-dən sonra birbaşa xəbər qoyursansa, o xəbərlər həmcins xəbərlərdir. Həmcins xəbər nə deməkdir? Əgər sənin cümlənin bir dənə mübtədası varsa, məsələn, the old fisherman cümlənin mübtədasıdır. Bura qoyduğun xəbərlərin hər ikisi həmin mübtədəyə aiddir. Həmin mübtədəyə aiddirsə, yəni cümlədə bir dənə mübtədə varsa və xəbərlərin ikisi də, üçü də, neçə dənə xəbər varsa, hamısı həmin mübtədəyə aiddirsə, o zaman o xəbərlər hamısı eyni zamanda olmalıdır. Uzlaşma demirəm, mütləq eyni zamanda.
Məsələn, burada eyni zamanda olan D bəndidir. Bəzi şagirdlər var ki, burada Y bəndinə də fikir verək. Didn't-la went olmaz. Did-dən istifadə edirəmsə, feil qayıtmalıdır əvvəlki formasına. Bir də bu B bəndini yazanlar olacaq içinizdən. B bəndində went, had code, keçmiş bitmiş zamandır, past perfect. Yazda qalsın ki, keçmiş bitmiş zaman, keçmiş sadə zamandan həmişə daha öncə baş verən hərəkəti bildirir. Birinci, bu həmcins xəbərdirsə mütləq eyni zamanda olmalıdır. İkinci, bu adam çaya yenidən qayıdıbsa balıq tutmaq üçün və deyirsə, had code desəm, bu deməkdir ki, bu çaya getməmişdən qabaq tutubdur. Çünki bu went-dən daha öncə baş verən hərəkəti bildirir. Onun üçün yadımızda qalsın, həmcins xəbərlər eyni zamanda olmalıdır. Xəbərin də həmcins olduğunu necə müəyyənləşdirirəm? Elə bu yazdığım, izah elədiyim qaydada bir mübtəda bir neçə xəbər varsa cümlədə, hamısı eyni mübtədanı təyin edirsə, o xəbərlər həmcinsdir. Davam edirik. 20-ci sual. Derivative nouns deyir, düzəltmək isim. Clever, ağıllı, sifətdir. Interesting, maraqlı, sifətdir. Warship, müharibə gəmisi, ship burada gəmi mənasını verir, mürəkkəbdir. Bir də friendly, mehriban, sifətdir. Cavabımız burada D bəndidir. Manager, teacher, proposal. Düzəltmədir üçüdə. 21. Yenə eyni şəkildə zaman testidir. If bağlayıcıdır və biz bilirik ki, bağlayıcıdan sağ tərəf heç vaxt gələcək zamanda olmur. O zaman burada D bəndini, Y bəndini çıxaram. Yerdə qalan variantlar üçün biraz tərcümə lazımdır bu testdə. Deyir ki, you, bir A variantını qoyaq, yoxlayaq. You will fail the examination. Yəni, sən imtahandan kəsiləcəksən. If you don't work hard. Əgər çox çalışmasan, səylə çalışmasan. Bu düzdür. Normal olaraq bir adam səylə çalışmırsa, imtahandan çox çalışmırsa, imtahandan kəsilir. B bəndində deyir ki, you will fail, imtahandan kəsiləcəksən. If you work hard, əgər çox çalışsan, səylə çalışsan. Tərcümə düz deyil. C-də də imtahandan kəsilməyəcəksən. If you don't work hard, əgər səylə çalışmasan. Çox çalışmasan, necə kəsilməyə bilərsən? Çox çalışmasan, kəsiləcəksən. Cavabımız olur burada nə? A bəndi. 3 variant arasında mütləq tərcüməyə baxmaq lazımdır. Conditionaldır bu, şərti dal cümləsidir və burada belə testlərdə tərcümə lazım olur. Topulda da var buna aid nümunə. They stayed in an excellent hotel. Burada last summer. Biz bilirik ki, last və next sözlərindən sonra zaman bildirən söz gəlirsə, bu zaman artikel olmur. Last summer, keçən yay. İkinci tərəfə artikel qoymayacaqsan. Və burada variantlar arasında çox sadə bir seçim edirsən. E və N arasındakı fərq nədən ibarətdir? Excellent sözü right ilə tələffüz olunursa, biz bunun qabağına N qoymalıyıq. Cavabımız olur Y bəndi. 23-də Alice has got friends and feels lonely in the new city. Deyir ki, Alice'in nə qədərsə dostu var, o yeni şəhərdə tənha hiss edir. Birinci burada baxmalıyıq nəyə biz? Cümləmiz, birinci cümlə təsdiq cümlədir. Bura mən nə qoya bilmərəm? Bura N qoya bilmərəm. İkinci, bizim burada ikinci cümlədə feels xəbərdirsə, tənha hiss edir. Həddən sonra yeni cümlə başlayır. Xəbərdirsə, mən bura mübtəda qoymalıyam. Mübtəda da olur adlıq şəxs əvəzlikləri, subject pronoun. Subject pronoun olursa, onda bu hörləri zaten çıxmalıyam. Ki qalmalıdır. Şimdi cümlə tərcümə lazımdır biraz. Nədir tərcümə? Əgər o yeni şəhərdə tənha edirsə, deməli onun nə qədər dostu var? Az, çox dərəcəsində. Some biraz, many çox deməkdir. O zaman tənha hiss eləməz. Yox, amma yox dərəcəsində çıxa bərabər. 24. Sözləri definisiyona görə uyğunlaşdıraq. His, arta, hissə, tikə. His, türk deməkdir, price də qiymət. Deməli, fix hissədirsə, portion, o da nə object of bir materialın əşyanın hissəsinə nə deyilir elə? Fix. 25. 2-də freedom from disturbance, yəni narahatlıqdan, nə bilim, narahatlıqdan deyək, disturbance, narahatlıqdan azad olmaq. Freedom nədir? Düz deməkdir. Düz, azadlıqdır.
biz sırasına uyğun gələcək. A. Price də qiymət deməkdir. The amount of money expected required or given in payment for something bir şey üçün ödədiyimiz ödənişin miqdarı deyilir, qiymət deyilir. Price və bir iki və 25 son bir qaydası şeylər istəyir bizdən. Start qaydalı game bir oldu qaydalı tərk eləmək left olur. Bu qaydasıdır. Burada 2 ilə 4 qalıdır qaydası şeylər. Bir də 26 dedi ki, seni də artıq 9-10 timlərdə 16.6 bala yaxın bal verir. Yəni sizin balınızın əsası net onun diqqətlə, fokusla bunu yazmaq lazımdır. Çünki bazı verir. 1035 sözdən ibarət hekayə qurmaq lazımdır. Qrammatik quruluşlara diqqət edirik. Bağlayıcılardan istifadə edirik. Qədər haber mürəkkəb cümlə veririk ki, yaxşı bal alabilir. Oldu. Hər birinizə var.